Xoş gördük əziz vətənlərim, hər vaxtınız xeyirli olsun. Bu videoya kim baxırsa xahiş edirəm videonu sonacan izləyin və kanalımıza abunə olmamışsınız elə bu dəqiqə bu saniyə yuxarıda üstə gəl düyməsini tıklayaraq kanalımıza abunə olun və videomu da paylaşın. Bəli, Əli Kərimli və onun casus şəbəkəsi deşifrə olundu. Azərbaycan dövlətinin hakimiyyətinə dərin təşəkkür minnətdarlığımı bildirirəm. Məsələ budur ki, bu mənim danışacağım mövzu Əli Kərimli haqqında deyil, yəni. Danışacağım mövzu Xalq Cəhbəsidir, bilmirəm partiyasıdır, bu haqdadır. Bunun ləğv olunmasını istəyirəm mən. Ona görə istəyirəm ki, çünki Xalq Cəhbəsinin ətrafında olanlar, lətvəsi yaxşılardan uzaq, yaxşı insanlar var. Amma bəzi ünsürlər var ki, səhərdən axşama kimi insanların şərəf və ləyaqətini alçaldırlar, təhqir edirlər, söyürlər. Yəni düşünürəm ki, bu ləğv olunsun. Yəni stop. Xalq Cəhbəsinə stop. Yəni Azərbaycanda bir partiya var, Yeni Azərbaycan Partiyası. Xahiş edirəm o bəzi insanlardan ki, bir nümunə götürün Yeni Azərbaycan Partiyasından. Mübarizəni aparanda görürsünüzmü? Necə gözəl, təmiz, səliqəli, dürüst, doğru mübarizə aparırlar. Heç olmasa bu Xalq Cəhbəsinin dırnaq arası qəhrəmanları bir Yeni Azərbaycan Partiyasına baxsın, nümunə götürsün. Ona görə düşünürəm ki, Xalq Cəhbəsidir, bilmirəm bu nədirsə, bu ləğv olunmasını istəyirəm. Bəli, ləğv olunsa daha da gözəl olar. Ona görə gözəl olar ki, çünki Azərbaycanda bir partiya var, o da Yeni Azərbaycan Partiyasıdır. Təşəkkür edirəm. Video xoşunuza gəldisə kanalımızı paylaşın, bəyənin.